Rəqəmlərin cəmi 10-a bərabər olan 2 rəqəmli ədədlərdən təsadüfi qaydada bir ədəd seçilir. Bu ədədin sadə ədəd olma ehtimalını tapın. Rəqəmlərin cəmi 10 olan 2 rəqəmli ədədləri yazaq. Bunlardan birincisi 19-dur, ikincisi 28, 37, 46, 55, 64, 73, 82 və 91. Cəmi 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Əlbəttə ki, 10-dan 90-a qədər cəmi 9 dənə ədədimiz var. Bu ədədlərdən sadə olanlara baxaq. 19 sadədir, 28 sadə deyil, 37 sadədir, 46, 55, 64 mürəkkəb ədədlərdir, 73 sadədir, 82 və 91 də mürəkkəb ədədlərdir. Deməli, 9-dan 3-ü ehtimalımız budur. 9-da 3 və ixtisar aparsaq hər tərəfi 3-ə alınar 3-də 1.